Salam değerli izleyiciler. Bugün 22 Avqust 2026-cı il tarixi. Bugün biz bir şairin sorağı ilə Göygöl rayonunun Çaylı kəndinə gəlmişik. İstərdim ki, şairimiz öz haqqında məlumat versin. Mən Həsənov Fəndil Yaquboğlu 1950-ci ildə Keçmiş Xanlar indiki Göygöl rayonunun Çaylı kəndində anadan olmuşam. Özüm də ali təhsilliyəm və yaşadığım həyatın enişini, yoxuşunu, hissini, soyuğunu dərk edərək, qələmə sarılaraq keçirdiyim əziyyətləri, xoş günlər hamısını qələmə almağa çalışmışam. Ona görə də başladım şeir yazmağa. Sizin şeirlər kitabınızla işinizi görübdür. 2022-ci ildə Dağlarda İzim Qaldı adlı şeirlər kitabınız işinizi görüb. Sizi təbrik edirəm. Sağ olun. Arzu edirəm ki, şeir kitablarınız çox olsun. İkinci nə hazırlayıram. İnşallah. Sizə belə bir sualla başlamaq istəyirəm müsahibəmizə. Siz şeir yazmağa ilk dəfə nə vadar edibdi? Mənə 3 dəfə şeir yazmağa həyatda gənc yaşlarımda çox dağlarda, hər yerdə çox olmuşam, xarici ölkədə də olmuşam. Ümumiyyətlə, həyatın enişini, yoxuşunu, acısını, şirinini, bunları dərk edərək fikirləşdim ki, heç olmasa yazım bir yadigar qalsın o yazdığım. Çox gözəl. Sonra bir Deyirəm söz yadigar. bəli, qalsın. Ona görə də çalışmışam ki, qələmə sarılaraq hamısını deməli, eləyim, ifadə eləyim, belə qadam. Çox gözəl. Özünüzü şair kimi nə vaxtdan hiss etməyə başlamışsınız? Özümü şair kimi demək olar ki, bir çox yazıb qutarandan sonra axırıncı dəfə deməli kitabım çıxandan sonra başladım şair kimi özümü deməli hiss elədim. Çünki mən əvvəlcədən deyəməzdim ki, mən şairim. Deməli gərək oxucular qiymət verə, ondan sonra bilirsən ki, sən şair kimi tanınıbsan. Bəli. Ona görə ondan sonra mən özüm şair kimi. Deməli ilk kitabınız işinizi görəndən sonra, həmçinin oxucularınız sizi qiymətləndirdilər, sağ olsunlar, bəli. Özünüzü şair kimi hiss etməyə Zəngdə elədilər, başladınız. telefonla danışdıq falan, ondan sonra hiss elədim, bəli. Ona kimi belə deyək, həvəskar bir şair kimi özünüzü Bəli, hiss ancaq, edirdiniz. ancaq həvəskar. İlhamınız əsasən nədən qaynaqlanır? İlham vətən haqqında, sevgi haqqında, ata-ana haqqında, keçirdiyim həyat, dağlar haqqında bax, hamısından cəhd eləmişəm, hamısını deməli qələm alım. Şeirlərinizdə həyatınızdan və yaşadığınız hadisələrdən nə qədər istifadə etmişsiniz? Buna aid bir şeir deyə bilərsinizmi? Yəqin ki, ilk olaraq gəncliklərinizdə sevgidən yazmışsınız. Sevgiden çox yazmışam, açığı. Gəncliyi yada sal, hərdən əzizim. Xatırla sevimli o şən günləri. 5 günlük dünyadan birdən köçərik. Qaytara bilmərik ötən illəri. Qismətimiz bizi saldı aralı. Gəzirəm dünyada qəlbi yaralı. İtirdim səni tək incə maralı. Ağartdım, qüstədim qara telləri. Yaquboğlu ömrü veribdi bada. İmkanlı olanda sağasan yada. Əgər qismətimdə olarsa bu da düzərsən qəbrimə akan güllər. Belə bir sual verim, sevgidən söhbət düşmüşkən, sevgi nədir sizin üçün, sizin kimi bir şair üçün və şeirlərinizə nə qədər təsir edib, şeirlərinizin məzmununu nə qədər dəyişibdir? Belədir. Birinci mən cavab olaraq onu deyə bilərəm ki, təsirlənməyən həyatda insan, sevgini dərk eləməyən insan demək olar ki, həyatı dərk eləyə bilmir də, o belə deyək. Öz aramızla. Sevgi elə bir şeydir ki, dünyanın dəyəri yoxdur. Bəli, sevgi nəinki insanlarda, hətta mən onu həyatda, heyvanlarda, quşlarda, onlarda da görmüşəm sevgini. Bəli, tək insanlara ait deyil. Bəli, mən onu bütün, bəli, həyatda, torpaqda yaşayan insanlar kənar olun, heyvan aləmində. O sevgini şeirlərinizin misqasına qatmasaydınız, şeirləriniz bir o qədər təsirli ola bilməzdi. Mütləq. Deməli, o demək deyil, sevginin böyük mənası var. O da demək ki, birinci kiminləsə sevilirsən, sevirsən,
nəticədə ailə qurursan, həyatda uşaqların olur. Demək olar ki, yəni artıq da nəsli artırırsan. Təkcə sevgi demək ki, elə qız oğlan bir-birini bəyəndi. Bəli. Bununla bitmir. Yurt sevgisi Deməli, də var bəli, bu bizim. Ailə davam sevgisi eləməlidir. var. Həyatda, həyat Bəli. davam eləyir. Ona görə gəl, sən də elə iz qoyasan ki, davam elə sənin də nəslin. O sevginin ruhunu da şeirlərinizin misrasına, bəndinə qatmalısınız. Qatanda daha Düz. gözəl olur şeir, Bəli. daha səmimi olur. Çox doğru. Daha oxucuların ürəyincə Doğrudur. olur. Bəli, oxucular gərək Yəni bu bəyənsin. məqamda sevgidən bizə bir şeir deyərsiniz, zəhmət olmasa. Bax, Siz Deyim. kitabdan baxın yanınıza yox, salın. deyim də. Dözürəm dərdlərə, zavallı sonum. Yaraşmır qəm sənə gülüm ağlama. Bəxş edib talihim tüstüsüz yanam. Günlərim, aylarım, ilim ağlama. Uğursuz talihimdən şikayətim var. Nə fayda dünyaya mən çəksəm də car. İnlər kamanım yaş axıdır tar. Məhəbbət eşqinə dilim ağlama. Yaqub oğlu yanır otsuz gözünlə. Övladın qəlbimi şəkər sözünlə. Tilsimə salmısan xumar gözünlə. Gözünün yaşını silim ağlama. Şair heç nakam sevgi çəkmisinizmi həyatınızda? Bu yaşda etiraf eləmək olar. Bəli. Bəli. Mən etiraf edirəm ki, Şeir olubdur. gözləyirik sizdən. Bəli, ona görə ki, Nakam sevgi elə aid. ona görə ki, mən ən çox təsirlənib sevgi haqqında şeirləri çox üstünlük vermişəm. Çünki cavanlıq çağında bəli sevmişəm. Sevgi ilə gözəllik qovuşmayan, belə deyək, məhəbbət. Böyük təsir edib mənə, ona görə qələmə salıb çox geniş sevgi haqqında şeirlərim var. Bir dənə o nakam sevgiyə aid bizə bir şeir deyə bilərsinizmi kitabda varsa ya yaddaşınızda qalıbsa? Görəydim gül üzünü, mən biçarə kaş gülüm. Əridər canımı səndəki gözlə qaş gülüm. Həsrətin çəkirəm, gecə gündüz nədir çarəm. Rəhm elə eşqimə, olma ürəkdaş gülüm. Aldanma əğyara, söyləsə bil ki yalandır. Hazıram cəzana, çəkib ol kefi xoş gülüm. Qıyma düşəm səhrəyə, məzunun divanə olam. Dözməzsən bu hala, axar gözündən yaş gülüm. Hələ gec deyil, al yuxudan bir mənə bax. Gizləmə sevgini, nigar ol dağ aş gülüm. Yaqub oğlunu qəmlərə düçar etsən əgər, rəva bilsən verim yolunda canla baş gülüm. Çox gözəl, çox gözəl. Həyatın bir deyək, bir hissəsi də nakam sevgilərdir. Şairi də daha gücləndirən, daha yaxşı şeir yazmağa, daha təsirli şeir yazmağa belə deyək, məcbur edən amillərdən biri də həmin o nakam sevgilərdir. Belə bir sual vermək istəyirəm bu məqamda. Ola bilsin ki, hər hansı bir mövzu haqqında şeir yazmısınız. Bəli. Sonradan o sizə pis təsir eləyib, ya heç yazmağı məsləhət bilməmisiniz. Olur, elə Peşman şeylər olur. olduğunuz şeirlər varmı ki, kaş heç bu şeiri yazmayaydım. Bu şeirdən sonra ya hansısa bir gözəlin belə deyək, başına hadisə gəlib, hansısa dostun bir belə deyək, həyatında nəsə bir mənfi bir hadisə baş veribdir. Yəni belə bir şeirlər varmı sizin üçün ki, peşman olmuşsunuz onu yazanda? Yox, mən düzüm deyim ki, yazdığım şeirlərin hərəsinin öz mənası, təsiri var, mahiyyəti var. Ona görə də mən yazdığım şeirlərdə peşmançılıq çəkmirəm açığı. Çünki cəhd eləmişəm ki, yenə deyirəm, bayaq da dedim, nəyisə gördüklərimi, enişini, yoxuşunu bunun oxucuları çatdırım. Ona görə peşmançılıq çəkmirəm. Deyirəm ki, qoy oxucular görsün dünyada bilmənədə nələr var. Ona görə də bəli, mən peşman olmuram. Sizi ən çox hansı şair və ya ədəbi şəxsiyyət təsirləndirib ki, ondan mütaliə eləyəsiniz, onun şeirlərindən daha da ilhamlanasınız? Belə bir şair sizin üçün kimdir? Hansı şair özünüz? Çox şairlər dünyasını çoxlar dəyişib, Allah rəhmət eləsin, qalanlar da var. Mən, bax, məsələ, mən sevdiyim şairlər deyim, Səməd Vurğun mən sevdiyim şair olur. Mən sevdiyim şair Bəhman Vətənoğlu, mən çox sevirəm, məndən özü filosofdur, sücayətdir, məsələ, son vaxtı deyirəm. Bax, çoxdur. Şeir çox şey. tərəfləyəndə səhv eləmirəmsə qarşıma çıxdı. Bəhman Vətənoğlu'ya bir şeir yazmışdınız, onu mümkünsə səsləndirə bilərsinizmi? Şeirini oxuyub çoxşa gəlmişəm.
Nə vaxtı görmürəm özünü bəhməm. Sirdaşım deyərək səni seçmişəm. Bal şərbət bilmişəm sözünü bəhməm. Haraysal el-oba dursun ayağa. Dözmərik vətənə vurulmuş dağa. Düşməni salsınlar qara boyağa. Qaytaraq şah cıdır düzünü bəhməm. Kəlbəcər dardadır çək eylə nərə. Xain əl atmasın yalana şərə. Qurbanam qeyrətli qoçaq ərlərə. Kör edək satqının gözünü bəhməm. Yaqub oğlu ümid qalıb Heydərə. Sər çəkib dünyaya deyir min kərə. Bayraq xan kəndində qalxsa göylərə. Bəxtəfər sayasın özün bəhməm. Elə bu məqamda kitabımızı vərəqləyərkən bir şeirlə də rastlaşmışdım. Səhv eləmirəmsə adı Heydər idi. Heydər Atatürk. Heydər Atatürk. O şeiri də xahiş edirəm səsləndirəsiniz. Gənc nəslə çatdırmaq istədiyiniz sözlər var, vətənpərvərlik ruhunda yazdığınız şeirlər var. Onun da bir neçəsini səsləndirin zəhmət olun. Vətənə uğurlu yollar açmışsınız. Yaşatdınız bizi siz Heydər Atatürk. Şam kimi əriyib işıq saçmışsınız. Salmışsınız izi siz Heydər Atatürk. Xalqını dünyaya tanıdan sizsiz. Tarixi şəxsiyyət siz, aysız, ilsiz. Arzular, istəklər ağızda dilsiz. Günəşin özüsüz Heydər Atatürk. Ucalıb üç rəngli devlət bayrağı. Yayılıb cahana neftin sorağı. Ölkələr dost olub artır marağı. Dəryasan düzüsüz. Dəryasız düzüsüz Heydər Atatürk. Qardaş olub Türkiyə, Azərbaycan. İki devlət, bir millət, eyni bir can. Kəlamı söyləmiş əvəzsiz insan. Bəşərin gözüsüz Heydər Atatürk. Bakı Ceyhan xətti, dillər əzbəri. Ərzuruma çəkilir qaz kəməri. İpək yolundan gör şıltaq xəzəri. Sülhün özəysiz Heydər Atatürk. Allahın evini ziyarət etdiniz. Gül olub əbədi, ürəkdə bitdiniz. Düşməni mat edib cənnətə getdiniz. Tarixin nəbzisiz Heydər Atatürk. Yuxudan oyatdınız bütün hər yanı. Yaratdınız müstəqil Azərbaycanı. Günbəgün artacaq şöhrəti, şanı. Sınmayan güzgüsüz Heydər Atatürk. Bakının tükənməz sərvətləri var. Gələcək bizimdir, düşmən olar xar. Davansın ilhama, Tanrı olsun yar. Görmədiniz yüzüsüz Heydər Atatürk. Yaqub oğlu sizə dilər rəhmət. Xalqına misilsiz çəkmişsiz zəhmət. Unutmaz el-oba, nə də ki millət. Şairlər sözsüz Heydər Atatürk. Allah rəhmət eləsin. Ruhu şaddır. Allah bütün ölənlərə rəhmət eləsin. Daha şəxsiyyətimiz Heydər evində ruhu şaddır. Çünki onun yolunu layiqincə davam etdirən Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev vəsiyyətini yerinə yetirdi və bugün Azərbaycan bayrağı bütün işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalgalanır. Şeiriniz var mı? Bəli. Vətəni düşməndən azad eylədin. Ağ olsun üzünüz İlham Əliyev. Nə oldu Paşinyan deyə söylədin. Nur saçır gözünüz İlham Əliyev. Tam qələbə 44 günə çalındı. Torpaqlar işğaldan tamam alındı. Erməni bayrağı yora salındı. Qanundur sözünüz İlham Əliyev. Azərbaycan zəfər günü mübarək. Dəmir yumruq olub gəlin birləşək. Şəhid yiğitlərə rəhmət diləyək. Tarixsiz özünüz İlham Əliyev. Erdoğan sizinlə qardaş olubdu. İşğalçı devlətlər yaman solubdu. Qəhrəman ordumuz yurda dolubdu. Zirvədir iziniz İlham Əliyev. Yaqub oğlu doğru söz tez yayılmır. Erməni yumruqdan hələ ayılmır. Paşinyan məğlubdur, adam sayılmır. Qeyrətdir səsiniz İlham Əliyev. Qarabağ Azərbaycandır. Eşq olsun, var olun şair. Bu yerdə dəyərli izləyicilər, xahiş edirəm kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Şair sizə növbəti sualı ünvanlamaq istəyirəm ki, əgər özünüz haqqında, öz həyatınız haqqında bir şeir yazmaq istəsəydiniz, yazsaydınız, şeirinizin ilk misrası necə olardı? Ömür gedir bala bala. Sirri çoxdur bu dünyanın. Yüz yalvarsan qayıt dala, üzü dönməz bəd iqbalın. Hani keçmiş ata ana, zəhmət çəkib yana yana. Həsrət qalıb bu cahana, açmaz gülü hər bağbanın. Neçə git gəldi getdi, qılınc çaldı, devran etdi. Məzarında güllər bitdi, izi qalar hər insanın. Yaqub oğlu nə haydasan, uca qarlı bir dağdasan. Sevin hələ sən daldasan, çatar sənə qəm karman.
Siz uzun illər müəllim də işləmisiniz. Bəli. Bir pedaqoq kimi, bir şair kimi gənc nəsilə nələrə çatdırmaq istəyərdiniz? Bu şeiri oxusunlarmı, şeirə yenidən maraq göstərsinlərmi, yoxsa sosial şəbəkələrdə Gözəl lazımsız şey. şeylərlə məşğul Sağ olun. olsunlar, axtarış eləsinlər? Çox gözəl Nə sual deyərsiniz bu verdiniz. barədə? Mən gənc nəsilə bəli, şeirimdə oxuyanda görəcəklər çox şeylər var. Yəni mən istəyirəm ki, vətənpərvər, əsas vətənpərvər olsunlar. Mübariz İbrahimov kimi. Mübariz İbrahimovu belə yazmışam. Qeyrətlə düşmanın tökdü qanını, vətənin yolunda verdi canını, heyrətə gətirdi bütün dünyanı. Mübariz əbədi, milli qəhrəman, unutmaz xalqımız sən heç zaman. Örnəksən orduya igid balamız, fəxr edir səninlə azad dünyamız. Sağaldı Qarabağ adlı yaramız, mübariz əbədi, milli qəhrəman, unutmaz xalqımız sən heç zaman. Müsəlman aləmi əhsən söylər, Alduz qəbrinə nurunu çilər, Afdandil ruhuna rəhmət dilər. Mübariz əbədi, milli qəhrəman, unutmaz xalqımız sən heç zaman. Mən arz edirəm, belə qəhrəman olsun, vətənpərvər olsun uşaqlarımız. Böyüsünlər, tərbiyə alsın. Dərs dediyiniz şagirdlərdən həyatda uğur qazananlar varmı? Ki, hansı Bəli. bir yaxşı yerlərdə Bəli, işləyirlər, bəli. yaxşı bir örnək Bəli. Bu insanlardır. dəqiqə bax, mənim demək, dərs dediyim uşaqlardan çoxdur. Kimisi hərbi üzrə deyirəm də, hərbi üzrə. Hətta əsgərdən gələndə vicdan haqqı hamısı mənə deyirdi, müəllim sağ ol. Deyirdi əsgərdə mənə deyirlər sizə hərbi dərs kim deyib halal olsun ona. O qədər əksəriyyətdə zvanla gəlirdi. Bu dəqiqə hərbi polisdə neçələr var, başqa yerə. Hərbi üzrə çoxdur mənim şagirdlərim. Mən fəxr edirəm onlarla. Bəli, üzümü ağardıqlar onlar. Necə deyim, bir şairin Təqdir elə. ən gözəl bəhrəsi onun Bəli, yazdığı yetişdirdiyi. şeirlərdirsə, bir Eyni zamanda. müəllimin, pedaqoqun da ən gözəl bəhrəsi yaxşı tərbiyə elədiyi Bəli, şagirdlər. şagirdlərdir, məzunlardır. Bəli, onlar yüksək vəzifələrdən, onların səsi yüksək yerlərdən gələndə müəllim fəxr eləyir. Fəxr edir. Daha da bəli. coşur, daha da yeni nəğmələr qoşur. Nə gözəl, Bəli. nə gözəl. Sizin əsliniz Göyçə mahallandı, şair. Zatımız Göyçəl, bəli. Zatınız Göyçədəndir, elə? Ulu babalarınız. Bəli, Göyçə haqqında şeiriniz olmamış olmaz. var. Onda zəhmət olmasa bir şeir də deyin Göyçəmizə. İnşallah yolumuz Göyçəyədir. Dağına daşına həsrət qalmışam. Talandı yurdumuz, ax mənim Göyçəm. Röyədə görüşüb könlün almışam. Baxmırsan üzümə, şax mənim Göyçəm. Bu dərdi heç zaman Allah götürməz. Namuslu, qeyrətli körə yitirməz. Bəxtimiz Heydər bir də yetirməz. Düşməni yandırsan, yax mənim Göyçəm. Xalqımız hər yana çəkirlər carı. Ağlar könlümün kamanı tarı. Dönəydi kərvanım vətənə sarı. Həsrətli gözümə bax mənim Göyçəm. Vətənsiz yaşayıb kədər yemişəm. Səni görməyimə qurban demişəm. Yurdunu ağzımda dilim bilmişəm. Şimşək ol düşmənə, çax mənim Göyçəm. Yaquboğlu demə belə qalacaq. Gec tezi erməni məğlub olacaq. Boşalan evlərim bir də dolacaq. Bayrağı yurduma, tax mənim Göyçəm. Çox gözəl, var olasınız. Həmişə gözəl şeirlər yazasınız. Sizə belə bir sualla müsahibəmizi hələlik yekunlaşdırmaq istəyirəm. Şair, Bəli. sizcə şair qocalanda onun şeiri də dəyişirmi? Mövzuları, məzmunu dəyişirmi? Etiraf eləyək ki, ilk olaraq şeiri sevgidən başlayıb yazırıq adətən. Qocalıq yaşında isə qocalıqdan Doğrudur. və digər Doğrudan da- mövzulardan yazırıq. İnsan qocalanda kövrəlir, kövrəkləşir. Bu doğrudan da belədir. Çünki baxırsan ki, cavanlıq çağını yaşayıbsan, deməli ömrünün son dəqiqələrini yaşayırdı, açığı desək. Amma həyat Bilmək şirinləşir, onda, hər anında amma həyat həyat davam şirinləşir. edir, söhbət onda yox. Bəli. Mən də çox fikirləşdim, dedim ki, bunu bir qələmə al. Belə yazmışam, mən də qocalıram. Hı hı. İştahım kəsilir, gözüm qaralır.
Dişlerim tökülür, yuxum azalır. Yermir ayağım, rəngim saralır. Əzizim, yavaş-yavaş söz alıram. İlahi demək mən də qocalıram. Kövrək olub xəyallara dalıram. Cavanlıq çağını yada salıram. Röyədə yarımın könlün alıram. Aranı dağı yaman dolanıram. İlahi demək mən də qocalıram. Eşitmir qulağım əsir əllərim. Çox vaxtsız ağardı qara tellərim. Kaş geri dönəydi ötən illərim. Yaz deyərək qələmə salırıram. İlahi demək mən də qocalıram. Yaquboğlu fani dünyadı tanı. Nurani atalar analar hanı. Neynəm daha mən şöhrəti şanı. Gah ölü, gah yenidən yaranıram. İlahi demək mən də qocalıram. Deməli, dəyərli izləyicilər, biz qeyd etdiyim kimi Göygöl rayonunun Çaylı kəndində bir gözəl məkanda oturmuşuq. Şairlə həmsöhbətik. Mən kitabı əvvəlcədən vərəqləmişdim. Şairimizin Kürək çay haqqında bir şeiri də var. Qeyd edirəm ki, Çaylı kəndindən Kürək çay keçir. Hansı ki, məşhur Kürək çay müqaviləsi bu çayın sahillərində təxminən Nadirkənd ərazisində bağlanıbdır. Bunu tarixçilər daha yaxşı bilər. Şairimiz də bu Kürək çaydan ilhamlanaraq bir gözəl şeir yazıbdır. Zəhmət olmasa o şeiri də deyərsiniz. Mən sizə ürək sözlərimi çatdırım. Növbəti müsahibələrdə bir də Kəpəzdən, Omardan axıb gəlmisən. Nə xəbər dağlardan ay Kürək çayı. Kəsləri ayırıb iki bölmüsən. Olmusan araza ta Kürək çayı. Balıqlar yeşkir şəffaf suyunda. Ovçular ov edir dağlar boyunda. Bir çoxu işlədir səni toyunda. Bulağın bizlərə hay Kürək çayı. Nasosla çıxırsan tarlaya düzə. Təbəssüm gətirir məhsulun üzə. Gəlməsin çaylını heç zaman gözə. Düşməsin kəndində vay Kürək çayı. Bağları, bağçanı döndərdin gülə. Coşuram baxanda sarı sümbülə. Xoş gəldin deyirəm sürsəvər ilə. Damlanı etmərik zay Kürək çayı. Yaquboğlu içir kefi durulur. Yaquboğlu içir kefi durulur. Daşınla, qumunla evlər qurulur. Ahar ayağın kürə vurulur. Şeiri hər yana yay Kürək çayı. Dəyərli izləyicilər, müsahibim Göygöl rayonunun Çaylı kəndində yaşayan Həsənov Avtomobil Yaquboğlu idi. Mən sizə can sağlığı, şeirin, sözün, qələmin sehrində bu gözəl kənddə, bu gözəl Kürək çayın sahilində can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram. Minnətdaram, sağ olun. Xoş gəldiniz, safa gəldiniz. Təşəkkür edirəm. Sağ olun.